Məssəhum taifun minəş-şeytan. Quranda ayədir. Şeytan təvaf edir qəlbinizin ətrafında. Gəlib girib qəlbinizə. Müğayət olmaq lazım. Müğayət olmaq lazımdır. Müğayət olmaq. Görsən bir kişi gedir, bir günah eləyir, üzr istəyirəm. Evli bir xanımla, bir evli xanım gedir, xəyanət edir həyat yoldaşına. İçinə varsa o şeytan asta-asta başlamışdı. Bizlə əlində telefon oturdu, baxdı bir günah səhnəsinə. Gözünü yum da. Niyə baxırsan ki? Hə, bilmək sən nə baş verib həyatda, bildin də nə baş verib. Da ona niyə baxırsan ki? Allah icazə verib baxmağa. Niyə aldadırsan özünü? Niyə harama baxırsan? Allah deyir Quranda. Deyir, xain gözləri yaxşı tanıyıram. Hələ təzə tökmüsən göz yaşı Hüseynə. Niyə baxırsan o haram səhnələrə? Niyə? Bax, oradan başladı. Ailə xəyanətinə qədər getdi o baxım. Yəni nə baş verdi? Sonda ailə bədbəxt oldu. Dağıldı ailə. Balaların gözü yaşlı. Nəsil hörmətdən düşür. Gör hardan? Xırda. Müğayət olmaq lazım. İndi ayə deyim. La təttəbi xutuvatı şeytan. Şeytanın xütvələrinin arxasıcan gedmir. Xütvə nəyə deyirlər ərəblər? Addıma deyirlər. Addım. Hansı addım? Oğrunun addımına deyirlər. Oğru necə addım atar evə girəndə? Bir addım qabaqdadır. Belə amma baxır. Sağa sola birdən ev yiyəsi oyanar. Oyanda aləm deyəcək. Ona deyirlər ərəblər xütvə. Deyir, şeytan oğrudur ya, müğayət olun. La təttəbi xutuvatı şeytan. Yəni oğrudur nə mənada? Ayılson qaçacaq. Ev yiyəsi ayılan kimi çıxır da bayra. Allah işarə elədi də bizə. Dedi, sən bir dənə ayıl da, yuxudan ayıl, bir dənə də gözlü qabar, belə bir gözünün ucu ilə bax, qaçacaq o evdən. La təttəbi xutuvatı şeytan. Asta-asta gəlir, oğru. Bu gəlir, görür, bir addım atdı, bu ayılmır. Aha, bu ayılmır. İkinci addım görür, heç nə yoxdur, qardaş, bu ayılan deyir. Biraz da neysə tərpədir, görüb heç ayılmaq istəmir. Hadi bu evi yığışdırma aparım da. Yığdı, yığışdırdı, getdi. Ev həmən qəlbdir. Məssəhum taifun minəş-şeytan. Quranda ayədir. Şeytan təvaf edir qəlbinizin ətrafında. Gəlib girib qəlbinizə. Müğayət olmaq lazım.